Salam, hər birinizi xoş gördük. Əvəzliyin növbəti testi qalmışdı. Onun doğru izahları ilə tanış olaq. Testi qrupa göndərmişdim. Yəqin ki, işləmisiniz. Əgər işləməyən varsa, öncə testə baxıb, işləyib, daha sonra izaha baxsa faydası olar. Birinci sualdan başlayaq. Birinci sualda, deməli, bizdən düzgün variantı soruşur. Simon və Tommy dəstəyə ehtiyacı var. İsim gəlibdir, dəstək ismi. Nədən sonra isim gəlirdi? Yəlik haldan. Yəlik halda apostrof S-dən olurdu. 1 doğru, 4 doğru. Yəni, bir-birinin dəstəyinə yəlik hal plus isim. 1 və 4 cavab B variantı. İkinci suala baxaq. İkinci sualda cümlənin xəbərinə baxaq. Is var, təhliyi bildirir. B-də zisdən sonra cəm gəlir, C-də zosdan sonra cəm gəlirdi, yəni ar olardı. Sağ tərəfdə də izdir, eyni ilə sağ tərəfdə bu da zos verib Y-də, D-də də zis verib. Zis və zət olacaq, yəni A variantı. Üçüncü sualda Can I take spoons over here? Qaşıqları götürə bilərəmmi? İsmə baxırıq, cəmdədir. Cəmdədirsə zis olmur, zət olmur. Və sevimdən qabaq Z artiklı olurdu. Yadda saxlayın ki, over here-dirsə zis və ya zis olur, yəni C-dəki kimi. Əgər over there olsaydı, yəni t-here yazılan olsaydı, z və ya zos olardı. Cavab 3-də C variantı. Bir dənə qələmin rəngini dəyişək. Bir saniyə. Aha. Keçdik 4-cü suala. They were not. İnkar var. İnkardırsa some olmur. Somebody'nin törəməsi olmur. Və intelligent people, zəki insanlar deyir. Cəm isimdir. Törəmədən sonra isim gəlməzdi. Törəmələrin üstünə xətt çəkək. Cavab oldu elə 4-də Y variantı. 5-ci sualda sual cümləsidir. Gördüyümüz kimi sual cümləsidirsə samları göndərək getsin. Qaldıq A və C arasında və bu tip cümlədə eynidən sonra isim gəlməli idi. A-nı qoya bilmirik. Çünki deyir ki, sən bu küçənin küncündə kimisə görmüsənmi? Have you seen anyone? Kimisə görmüsən? Heç görmüsən deməyəcəm. Yəni cavab oldu C variantı. 6-cı suala baxaq. 6-cı sualda deməli, təsdiq cümlədir. N-ni üstünə xətt çəkək. Çünki bunlar sual və inkarda olur. Və cümləyə baxırıq. Deyir ki, stolun üstündə, masanın üstündə nəsə var. Sən bilirsənmi o nədir? Deməli, nə isə deyərəm. Yəni, ismi əvəz edən bir şey. A-da somebody təsdiq, yəni canlıdır. Stolun üstündə kimsə var, bilirsənmi o nədir? Yəni, canlı qoymaram bura. Və bu tip cümlədə samdan sonra cəmdə olan bir isim deyərsən. Ona görə C olmur. Stolun üstündə nə isə bir əşya deməm gərəkir ki, cavabımız doğru olsun. Yəni, D variantı və sağ tərəfdəki cümləyə də fikir verməkdə fayda var. Çünki sağ tərəfdəki cümlə olmasaydı, there is some deyərdik. Yəni, orada bir problem yox idi ona görə. 7-ci suala baxaq. 7-ci sualda would you like coffee deyir. Deməli, isim gəlibdir. Törəmədən sonra isim gəlmirdi demişdik. Törəmənin 3 qaydası vardı bu arada. Bunları xətt çəkək. İndi, normalda sual cümləsini görüb, bəlkə çox uşaq bura eyni yazılacaqdır. Amma wouldlu cümlələrdə would və ya could olursa, xahiş təklif bildirən cümlədə some sualda olur. Biraz kofe istərdinmi? Cavab ona görə 7-də oldu B variantı. Sorry, A yazıb B dedik. 7-də cavab A variantı. 8-ci suala baxaq. Is there, deməli, un varmı? Un var bu da. Törəmədən sonra isim gəlmirdi. Yəni, un gəlməz. Anything, something. B və Y getdi. Digərlərinə baxaq. Yuxarıda sual cümləsidir. Deməli, sual cümləsidir. Some olmaz. Qaldıq C və D arasında. Və yes, there is some. Hə, biraz var deyirəmsə, bu da some deyərəm. Yəni, C-ni. Təsdiq cümlədə eni və törəməsi olmaz. 9-a baxaq. 9-cu sualda could not find inkar cümlədir. Some və törəmələrin xətt çəkək üstündən. Biz problemlərə danışmağa kimisə tapa bilmədik. Yəni, heç kimi tapa bilmədik. Daha doğrusu, heç kimi deyəcəm, yəni A variantını eynidən sonra burada isim gəlsəydi daha yaxşı olardı. 10-cu suala baxaq. 10-cu sualda deməli, applicants are ready for the interview. Müraciət edənlərin deməli, bunun çalışmasına xətt çəkdik. Bir saniyə.
Müraciət edənlərin bəziləri hazırdır deyəcəyik. Baxaq. Törəmədən sonra of gəlmir demişdik. Bunlar gedir hamısı. Qaldı B və C arasında. N ofisi burada olmayacaqdır. Çünki müraciət edənlərin bəziləri deməm gərəkir. Bəziləri hazırdır anlamında cavab B olur. Heçi hazırdır demərik. Getdik 11-ci suala. 11-də deməli, Sam hard olurdu təsdiqdə, eyni sual və inkarda. Yadda saxlayaq ki, hardly inkarlığı bildirir, yəni nota bənzəyir. Ona görə eyni olacaqdır. Eni və törəməsi 1 və 4 cavab 11-də Y variantı. 12-ci sualda these flowers are deyir. Baxaq. Everydən sonra tək simgələrdə flowers cəmdədir. Nazə eyni qayda, each eyni qayda. Cavab 1-3, yəni 12-də B variantı. 13-də all of us are. Are cəmdədir. Each'in xəbəri tək olar, everydən sonra of olmaz. 3-4 Y variantı. 14-cü suala baxaq. 14-cü sualda bütün şagirdlər deməli everydən sonra tək simgələrdir. Each'dən sonra tək simgələrdir. Cavab 1 və 4, 14-də B variantı. 15-də isə policeman var, were var, cəmlik bildirir. Ümumiyyətlə, each'dən, everydən, nazədən sonra Z artikli gəlmir və yaxud da tək sim gəlir. Bunu yadda saxlayaq. Məsələn, each'dən sonra policeman cəmdə gəlməz. Every eyni qayda, nazə eyni qayda. Və each of'un xəbəri təkdə olar. Burada was olsaydı, each of'u düşünmək olardı. All the policemen were cəmdədir deyə elə düz gəldi. Yəni 15-də qısacası D variantı. Belə əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.